Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin bugünkü imtahanın suallarına baxaq. Yəni 3-cü qruplar üçün şans imtahanının suallarına baxaq. Baxaq, mənim də suallardan xəbərim yoxdur, elə birbaşa çəkmiş olacağam. Yavaş-yavaş baxaq. İsimlə ammonim olan köməkçilik hissəsi işlənib, köməkçilik hissəsi ilə ammonim olan isim işlənib. Əfsus ki, ox hədəfə dəymədi, hətta yaxınlaşmadı da. Deməli, isimlə ammonim olan köməkçilik hissəsi işlənib. Burada oxun özü isimdir və o köməkçi nida ilə ammonimdir. Sonra hədəfə dəymədi, hətta yaxınlaşmadı da. Köməkçilik hissəsi ilə ammonim olan isim işlənib. Aha. Deməli 2-yə nə ola bilər? 2-yə gedə bilər A variantı. Variantla gedək. C-yə baxın. Ay cəmaət, niyə durub baxırsınız, niyə kömək etmirsiniz? Dedi ki, onun bu il əkdikləri də doluya görə məhv oldu. Tərəflər tezliklə razılığa gəldi. Köməkçi ilə ammonim olan isim burada tərəfdir. Nə olacaq? 2-yə gedəcək A, E. 2-yə A, E hardadır? Aha, buradakı E imiş. Mən bunu C gördüm. Bəli, 2-yə A, E getsin. 1-ə nə getsin? İsimlə ammonim olan köməkçilik hissəsi. 1-ə B yazıb. İstəyirdi uşaqların əlindən tutub düz məktəbədək aparsın. Buradakı düz lapla əvəz edə bilirəmsə ədatdır. Mil düzü, muğan düzü mənasında isim ola bilər. C-yə baxın, buradakı ay nidadır. Ay ismi ilə ammonim olar. Cavab B variantıdır. B-dir, bəli. Leksik normanın pozulduğu cümlələrin müəyyən edirik. Ağır və məşəqqətli uşaqlıq illəri onun yaddaşında iri, yox. İri necə olar ki? Bu söz silinməz daha uyğundur. İri yox. Xeyr. Bu yanlışdır. Biri götürəcək. Yəni söz mənasına görə düzgün yerində deyil. Xəstəni diqqətlə müayinə edən həkim təlaşla xəstənin təcili əməliyyat hazırlayan olar. Qonşuluqdakı balaca qız o qədər hazır cavabdır ki, ona söz çatdırmaq olmur. Uğura gedən yolda gərək yüksək addımlarla, yüksək olmaz, iti olar. İti addımlarla olar. Məna düz deyil. 1-4-ü götürəcək. Keçmişi dəyişə bilməsən, lakin gələcəksən özənin düzdür. Verilmiş sözlərin tələffüzündəki fərqli məqamlarla bağlı uyğunluğu müəyyən edin. 1 fərqli məqam var, 2 fərqli məqam var, 3 fərqli məqam var. Kədərli sözündə kədərli olacaq. Deməli, biri A variantı gedəcəksə, mən neynəyəcəm? Bunları atacağım. Qonmaq sözündə N, M olacaq, axırdakı X olacaq. 2-yə gedəcək B variantı. 2-yə B variantı gedirsə, bu da gedəcək. Cavab 1A, 2-yə B, 3-ə C, E olar. 3-ə C, E olarmı? Uyğunluğu istəyir bizdən. Addım, 3 fərqli məqam. Biz burada nəyəsə yadımızdan çıxardıq mı? Daldalanmaq sözündə, daldalanmaq, daldalanmaq, N, M olur, axırdakı Q olacaq. 2-yə B, E getsin. E də var. 3-ə baxaq nə gedəcək? Kilitlənmək. Bu heç birinə getməz. C, mən bu E ilə C burada variantları yaxşı görünmür deyə. Kilit olar, L, D olar. Axırda kilitləmək, kilitləmək formasında olar. 3-ə də gedəcək D. Deməli, hə, bu düz yazıb. Mən hərfləri səhv görürəm. 1-ə A, 2-ə B, E, 3-ə D. Cədvələ əsasən uyğun cümlələri müəyyən edin. Təsniflənməyən feil tərkib əmələ gətirmişdir. Aydındır ki, insan arzu etdiklərinə hər zaman nail ola bilmir. Nail ola bilmir. Kim? İnsan. Nəyə? Arzu etdiklərinə hər zaman nail ola bilmir. Uyğunları istəyir bizdən. Nə vaxt, hər zaman, nəyə? Arzu etdiklərinə. İnsan nail ola bilmir. Burada arzu etmək mürəkkəb feildir. Qətvə başını əlləri arasında alıb Hüsaməddin diqqətlə dinləyirdi. Necə? Başını əlləri arasına alaraq. Buradan 2-ni götürək. Oğlan başını yana əyərək yanındakı nəsə dedi. Dedi kim? Oğlan. Necə? Başını yana əyərək. Bunu götürə bilərəm. 3-ü götürəcəm. 2-ni götürəcəm. 2, 3-ü götürəcəmsə bunları ataq. 4-ə baxın, burada arzu etmək olmaz. Feil tərkib əmələ gətirməmişdi. 4-ə baxın, o yenə də meydançada dövrə vurdu. Adamları oynamağa çağırdı. Nəyə? Oynamağa. Kimi adamlar? Bəli, məsdər burada tərkib əmələ gətirməyib. 6-ya baxın, tənəffüsdə Şərif çəkinə-çəkinə Banugilin sinifinə tərəf getdi. Haraya getdi? Banugilin sinifinə tərəf. Kim? Şərif necə? Çəkinə-çəkinə. Burada feili bağlamağa heç bir tərkib əmələ gətirməyib. 2, 3, 4, 6 götürəcəm. Cavab olur E variantı. Sonra
Nümunələrə əsasən Euler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Baxaq indi uşaqlar, buradan rəqəmlərlə çıxdaş eləyəcəyik. 3 burada bir dənə var, burada bir dənə var. Sonra başqa rəqəm hansından çoxdur burada? Aha. 3-ə baxım elə. 3-də nə deyir? Deyir ki, həmcins üzvü sadə cümlədir. Yanlışları istəyir bizdən. O gündən kənd nəğmə oxuyan, yem dalınca uçub gələn quşlarla doludur. Bayat qalası güllü çiçəkli, axar baxarlı düzənlikdə. Bəli, bu həmcins üzvlü sadə cümlədir. 3-lər düzdür. 3-ləri variantdan çıxaraq. 2-yə baxaq. Hər ikisi baş üzv nitq hissəsinə ifadə olunub. Baxım elə buna. O gündən kənd nəğmə oxuyan, yem dalınca uçub gələn quşlarla doldu. Doldu nə ilə? Quşlarla hara? Kənd. Bayat qalası güllü çiçəkli, axar baxarlı düzənlikdə tikilmişdi. Tikilmişdi hara? Bayat qalası. 2-ni götürüb yanlış kimi. 3-ləri atmışıq, qalıb bu. Hər iki baş üzvü nitq hissəsinə ifadə olunub. O gündən kənd nəğmə oxuyan, yem dalınca uçub gələn quşlar, Bayat qalası, güllü çiçəkli, axar baxarlı düzənlikdə tikilmişdi. Bir dənə bu qalsın. Bütün cümlə üzrə işlənmişdi. Doldu nə ilə? Quşlarla. Hara? Kənd. Nə vaxtdan? O gündən. Necə quşlarla? Oxuyan, yem dalınca uçub gələn. Tamamlıq var, təyin var, zərflik var, mübtəda var, xəbər var. Olar. Burada bütün cümlə üzrə işlənib birincidə. Hələ ikinciyə baxaq. Bayat qalası mübtəda, güllü çiçəkli, axar baxarlı düzənlikdə tikilmişdi. Xəbər var. Harada tikilmişdi? Zərflik var. Sonra güllü çiçəkli necə? Təyin var, tamamlıq yoxdur. Bu yalnız buna aiddir. Birləri 60 onsuz da. 2 cümlə üzvü söz birləşməsinə ifadə olunub. Ortaq cəhəti deyil. Bayat qalası burada mübtədadır. 4-ü götürəcəyik uşaqlar. O gündən kənd nəğmə oxuyan, yem dalınca uçub gələn. Burada bir dənə mübtəda var. Söz birləşməsinə ifadə olunub. Burada isə axar baxarlı düzənlikdə bir dənədir də. 4 ortaq cəhəti deyil. Birincidə ola bilər. O gündən nəğmə oxuyan, amma ikincidə yoxdur axı. Bu ortaq deyil. 4-ü götürəcəyik. 3-ləri çıxan hər iki baş üzvünün hissəsinə ifadə olunub. Bu birinciyə aiddir, ikinciyə aid deyil. Bu düzdür. Sonra 3 də düzdür. 5-ə baxım. Həmcins üzvlər nitq hissəsindən ifadə olunub. 5-ə baxım. Güllü çiçəkli, axar baxarlı. Bu düzdür. Uzlaşma əlaqəsindən istifadə olunub. Bayat qalası hər ikisində istifadə olunub da uşaqlar. 6 ortaya yazılmalıdır axı. Bu 4-6 olacaq. Cavab 4-6-dır. 4-6. Biraz vaxt aparandı, amma 4-6-dır. Klasteri tamamlayan nümunələri müəyyən edin. Uşaqlar, burada altından xətt çəkilmiş hissə bir leksik, bir qrammatik şəkildən ibarətdir. Günəş şüası adamı qaraldır, qaraltmır deyə bilərəm. İnkarda işlədə bilərəm. Və orada d, t olacaq. Ir-da zaman. Yəni t üstə gəl, ir üstü 4. Bəli, bir leksik, bir qrammatik var. Onu niyə danladın? Danladın. Burada bir də yoxdur. Birləri ataq getsin. Onun təsir gücünü azaldın, azaltmayın. Azaltmayın deyə bilirəmsə az, azalmaq, azaltmaq, azaldın. Yəni burada olacaq t, leksik, ın, şəxsonluq. İkini götürək. Vaxt gələr biz də qocalarıq, qoca, qocalmaq, qocalarıq. Bəli, burada bir leksik, bir qrammatik. 3-ü də götürəcəm. Yundan xalça toxudarlar, toxutmazlar. Toxumaq, toxutmaq, toxudarlar. Bəli, burada da bir leksik, bir qrammatik cavab olacaqdır bəndi. Ambar sözün kökü dar leksikdir, burada yoxdur. Uyğunluğu müəyyən edin. Sadə sözlərin birləşməsi yolu ilə yaranan mürəkkəb söz, sadə və düzəltmə sözün birləşməsi ilə yaranan mürəkkəb söz. Baba istiqanlı, sadə və düzəltmə söz. Nə gedəcək? 2-yə getsin A. Özü ilə gətirdiyi kəklik otunun. Sadə sözlər, kəklik, bir də ot. 1-ə getsin B. Enli kürək, düzəltmə və sadə. Qalsın hələ bu ardıcılığa görə. Həkimlər it burnu, sadə, sadə. 1-ə D. Deyirlər ki, Səməd bəy çox açıq ürəkli. Açıq düzəltmə, ürəkli düzəltmə. E heç birinə getməz. E-ləri gəlin ataq. Mən burada E-ni görürəm. Variantlarda rəqəmi çox pis veriblər.
1-ə BD getsin, 2-yə AC getsin. Çünki burada enli kürək düzəltmədir. Bunu götürək belə. 1-ə BD, 2-yə AC. E variantı. Hansı cümlələrdə söz birləşməsində ifadə olmuş həmcins tamamlıqlar işlənib? Qızlar Bulağı əsərinin Xudafərin körpüsü romanından sonra oxudum. Burada həmcins tamamlıq varmı? Xeyr. Gəncin səliqəli geyimindən, hətta ayaqqabısının parıltısından danışdı. Danışdı, nədən danışdı? Gəncin geyimindən, nədən? Ayaqqabısının parıltısından. Bəli, həmcins tamamlıqlarda söz birləşməsinə ifadə olunub. 2-ni götürəcəm. Üst-üstə qalaqlanmış odun parçalarına, bir tərəfə yığılmış kömür torbalarına nəzər saldıq. Nəyə nəzər saldıq? Odun parçalarına nəzər saldıq. Bir də nəyə nəzər saldıq? Kömür torbalarına. Söz birləşməsi. 2-3-ü götürüm. Məktəb direktorları və bağça müdirləri keçirildi. Nə keçirildi? Görüş. Kimi ilə? Məktəb direktorları ilə. Kimi ilə? Bağça müdirləri ilə. 4-ü də götürə bilərəm hələ ki. İnsan nə qədər təmkinli, səbirli olsa, bu mürəkkəb cümlədir. Sasə var. Məmmədxana, Gülpəriyə bunlar sadə tamamlıqlardır. Söz birləşməsi deyil, mürəkkəb sözlərdir. Cavab olacaq 2, 3, 4. Məsdərin tamamlıq vəzifəsində işləndiyi cümləni müəyyən edin. Deməli, arxayın ömür sürmək məgər çox böyük hünərdir. Nə? Arxayın ömür sürmək mübtəda'dır, tərkibdir. Tanrım, mənə dünyaya doyunca baxmağa möhlət ver. Möhlət ver nəyə? Dünyaya doyunca baxmağa. Bu tərkibdə gedəcək. Dünyanı nəğmə ilə dolaşmaq üçün mənə bozat qırat gərəkdir. Nə məqsədə? Dünyanı nəğmə ilə dolaşmaq məqsədi ilə. Burada zərflikdir. Yanmaqdır, nə? Yaşamaq. Burada xəbər və mübtəda'dır. Bezmişdir. Nədən fikirləşməkdən? Nədən tamamlığın sualıdır. Nədən götürəcək bunu? Məsdər E variantı. Hansı nümunələrdə həm ədat, həm də ədatla amonim olan əsas nitq hissəsi işlənmişdir? Ayrılığını çəkib boynu əyridir. Ayrılıq mı çəkib boynu əyridir? Burada ədat işlənib. Ədatla amonim olan əsas nitq hissəsi mən görmürəm. Evin bütün lampaları kimi bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Hansı fənəri? Bəs özün deyirdin ki, elə yazma, belə yaz, indi nə istəyirsən? Baxın, ədat işlənib, bəs. Elə yazma. Necə? Burada əvəzi işlənib və bu əvəzdir, əsas nitq hissəsidir, ədatla amonimdir. 3-ü götürə bilərəm. 2-ni mən tam görürüm. Evin bütün lampaları kimi bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Burada aşağılar, mən burada ikinci cümləni görmürəm. Heç yerdə, burada heç ədatdır, düz görmədim. Düz necə görmədim? Buradakı düzdə zərfdə, ədatla amonim olacaq. 2-ni götürəcəm, sonra 2-ni götürmüşəm, 3-ü götürəcəm. 4-ə baxım, cavan oğlan, yaxın gəl, ətrafına lap yaxşı bax, sənin qismətində deyəsən bir gözəl var. Lap burada ədatdır, bax da burada feildir. Feil də ədatla amonimdir. Vəssalam, 2, 3, 4 olacaq cavabımız, A variantıdır. Deməli, səhərin ala qaranlığında şehli yarpaqlar günəşin ilk şəfəqləri ilə yuyunur, təbiətin oyanış nəğməsini sükutla dinləyirdi. Yumaq, yuyunmaq, yuyunur. Demə nədir? Hər ikisi xəbər şəklində qurca düzəltmədir. Dinləyirdi. Dinləyirdi. Hər ikisi xəbər şəklindədir, düzdür. Amma biri düzəltmə, biri sadədir. Yanlışlar istəyirdimi bizdən? Yoxsa yanlışlar istəyir. Biri götürək. Bir indiki zamanda, digəri keçmə. Hər ikisi indiki zamanda da dinləyirdi, yuyunurdu. Hər ikisi. 1, 2 olan variantlarımıza baxırıq, saxlayırıq. 3-ə baxaq. Kökləri və başlanğıc formaları fərqli nitq hissəsidir. Deməli, yumaq, yuyunmaq kökü feildir, başlanğıcı da feildir. Dinləmək, elə kökü də başlanğıcı feildir. 1, 2, 3, 5 olar yəqin ki. 5-ə baxım. Kökləri isimlə amonimlik təşkil edir. Xeyr, dinlə elə köküdür. Yumaq feil necə amonimlik ola bilər? 1, 2, 3, 5. Frazeoloji birləşmələrin sinonimliyi ilə bağlı uyğunluq, gözünün odunu almaq, gözünün kökü saralmaq, həyata keçmək. Yerinə yetmək, gözü yolda qalmaq, nəfəsi kəsilmək, gözünü qırmaq, yol gözləmək. Demək, gözünün odunu almaq. 1-ə gedəcək nə? 1-ə getsin, deməli, gözünü qırmaq. 1-ə D getsin.
Gözünü kökü saralmaq. 2-yə nə getsin? Yol gözləmək. 2-yə E getsin, bir də B getsin. Sonra nə götürəcəyik? Həyata keçmək, yerinə yetmək. 3-ə nə gedəcək? A variantı. Deməli 1-ə B, D, 2-yə B, E, 3-ə A. Cavab olacaq E variantı. Cümlələrdən birinin xəbəri sifətdən düzələn feildən ifadə olunub. Yaz günəşi doğanda hava yaxşı, yaxşılaşır. Yaxşı sifətindən yaxşılaşmaq feili bunu düz götürüb. Verilmiş cümlələrin hər üçünə aid olan fikirləri müəyyən edin. Bu sözləri eşidərkən diksindim, dediklərinə inanmadım. İl yağıntılı keçdiyindən düzlər, zəmilər yamyaşıldır. Pəncərə qabağında dayanıb yağan qara baxırdı. Gəlin baxaq. Burada neçə dənə 5 var? Belə gedək, hələ ki, yəni tez tapmaqdandır. Burada 1, sonra neçə dənə 3-ümüz var, 2, 4-ümüz var, 1, 2, 3 dənə 4-ümüz var. 4-ə baxım elə. 1, 2, 3-dür. İkinci dərəcəli cümlə üzvlərindən təyin və zərflik iştirak etmişdir. Baxaq. Bu sözləri eşidərkən diksindim, dediklərinə inanmadım. Nə zaman diksindim? Bu sözləri eşidərkən nə etdim, diksindim? Nəyə inanmadım dediklərinə? Burada təyin yoxdur. Təyin olmadığına görə 4 olan variantlarımı atacağım. 2-yə baxıram. Zərfliyin ifadə vasitəsi feili birləşmədir. Bu sözləri eşidərkən il yağıntılı keçdiyindən pəncərə qabağında dayanıb bəli. 2-lər düzdür. Qrammatik əsası təşkil edən üzvlərdən yalnız bir iştirak etmişdi. Aha, düzlər, zəmilər yamyaşıldır. Bax, burada mübtəda var bunda. Bu birlər səhvdir. Cavab olacaq 2, 3, 6. Müəyyən şəxsi cümlədir. Bəli, hamısında mübtəda ya var ya da ki, bərpa edə bilirəm. Cavab C bəndidir. Sonra, gəlin baxaq. Müqayisə cədvəlinə və nümunələrə əsasən doğru fikirləri müəyyən edin. Əgər onlarda sənin düşündüyün məlumat varsa, birinci budaq, sonra baş. Sasə var. Haradakı insanlara qarşı sevgi yoxdur, oradan uzaqlaşma. Haradakı bağlayıcı söz olanda budaq, sonra baş. Üçbucaqla bağlı baxaq. Deyir, həm budaq cümlənin, həm də baş cümlənin tərkibində suala cavab verməyən cümlə üzvü var. Üçbucaqda nədir? Burada var, burada da yoxdur. Baxaq, ikinciyə də aiddirmi? Burada yoxdur, burada da. Deməli, uşaqlar, bu ortaq cəhətdə axı. Doğrunu istəyir. Bu ortaqdır. Bir ortada yazılmalıdır. Bir olan variantları atacağım. Burada 2 dənə 4 var. 2 dənə 4-dən yola çıxım. Baş cümlənin tərkibində ikinci dərəcəli üzv iştirak etməyib. İkinci cümləyə aid deyil. Oradan uzaqlaşma lazımdır. Lazımdır nə? Oradan uzaqlaşmaq. Baxın, narahat olmağa ehtiyac yoxdur. Var nə? Ehtiyac nəyə? Narahat olmağa. Bəli, 3 düzdür. 3-ə baxmırdım. Daha doğrusu 4-ə baxırdım. 4 düzdür uşaqlar. Bunu atacağım. İndi gəlin 2-yə baxaq. Budaq cümlə baş cümləyə tabeli bağlayıcısı və şərt şəkilçisi ilə bağlanıb. 2-də nədir? 3 bucağa aiddir də. Nə deyib? Baş cümləyə tabeli bağlayıcı və şərt şəkilçisi. Uşaqlar, sasə burada şərt şəkilçisi deyil ki, isədir, var, isə. 2 səhvdir. 3, 4, 5 qalacaq cavab. 3-ə baxım. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanıb. Hə, bu buna aiddir, harada var. 5-ə baxım. Baş cümlədə həm ismin, həm də feilin xüsusiyyətini daşıyan sözdən istifadə olunub. Baş cümləmiz məstər var burada. Burada da məstər var. Bəli, bu hər ikisinə aiddir. 3, 4, 5 cavabımızdır. Maşallah, sualların maşallahı var. Həqiqətən də vaxt aparan, yorucu, 3-cü qrupun düzdür səviyyəsindədir. Dərslikdən heç bir kənara çıxma yoxdur. Mən sualları elə birbaşa videonu çəkərək baxıram. Burada belə. Gəlin baxaq hələ davamlı. Aha. Nümunələrə əsasən Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Binanın təmirini 2 aya başa çatdıracaqlarına söz verdilər. Yıxılana balta çalmazlar. Baxaq. Yalnız xəbərin iştirakı ilə formalaşan cümlədir. Nəyə yazıb? Binanın təmirini 2 aya başa çatdıracaqlarına söz verdilər. Nəyə? Binanın təmirini başa çatdıracaqlarına. Bu yanlışdır. Biri götürəcəm. Biri götürəcəmsə bunlar gedəcək. Şəxsiz cümlədir. Buna yazıb buna. Kim söz verdi? Onlar söz verdilər. Xeyr. 2-ni də götürəcəm.
5-ə baxım hələ. Xəbəri feilin arzu şəklində ifadə olunub. Yıxılana balta çalmazlar, çalarlar. Zamanda axı bu. Necə? Yəni arzu şəklində olacaq. Xeyr, səhvdir. 1, 2, 5-imiz elə cavabdır. Verilmiş cümlədə buraxılmış durğu şəri və Eldar həyəcanının səbəbini dostundan gizləyərək qoşa nöqtə, tre. Aslan bugünkü danışıqlar dedi, bizim işimizi o qədər də asanlaşdırmadı. Xitab olsun, tre ilə başlasın. Dedi ortada gəlib, hər iki tərəfinə vergül tre. Bizim işimizi o qədər də asanlaşdırmadı. Qoşa nöqtə. Dırnaqlar 2 tre 2 vergül. Aha. Qoşa nöqtə dırnaqlar niyə? Burada cavab olacaq. Yəni daha bu dialoq şəklindədirsə, burada dırnaq olmaz. Qoşa nöqtə, tre, vergül, xitabdır. Dedi hər iki tərəfin vergül, tre, tre, 2 dənə tre, 3 dənə vergül. 3 vergül, 3 dənə tre, qoşa nöqtə. Qoşa nöqtə, 3 tre, 3 vergül. İndi baxaq cavabda nə çıxacaq. Mücərrəd mənalı düzəltmə isimləri vətənpərvərlik, azadlıq, mərdlik. Bu olar. Yazışı düzgün fövqəladə düzdür. Firuzəyi olar səhvdir. Natürmort düzdür. Sintezator olar bu səhvdir. Kəhrəba düzdür. Deməli 1, 3, 5. Cavabımız B variantıdır. Əlavə zaman zərfinə aiddir. Biz istirahətə adətən ilin ən isti vaxtında yayalar nə zaman gedirdik? İlin isti vaxtında nə zaman yayalarında? B düzdür. Hansı cümlədə tərz hərəkət zərfliyi feili bağlama ilə ifadə olunmuşdu? Aslan gülə-gülə gülərək çıxdı. Bəli. Nümunələrdən hansında fərqli məna növlərində olan əvəzliklər fərqli nikslərini əvəz ediblər? O dəstəsi ilə bacardığı hər işə qoşula bilirdi. O şəxs əvəzliyidir. İsmi əvəz edibdir. Hər işə, hər təyin əvəzliyidir. Sifəti əvəz edibdir. Bunu götürə bilərik. Məsmə 2 əli ilə dizlərini elə çırpdı ki, səsini hamı eşitdi. Fərqli məna növlərində olan elə burada işarə əvəzidir. Zərfi əvəz edibdir. Hamı burada qeyri-müəyyən əvəzidir, ismi əvəz edibdir. Biri götürək, 2-ni götürək. Gedək o tərəfə baxaq görək. Aha. Həmzəyev əmr verdi ki, Hidayət Sənubərən layihəsini şəxsən ona baş memara təqdim eləsin. Burada ona bir dənədir. 7 kənd, 3 şəhər görürəm ancaq. Bu dağın başından bir baxışla mən. Burada bunu götürə bilərəm. Sonra məni götürə bilərəm. Fərqli, yəni demişdi də. Fərqli məna növlərində olan əvəz fərqli niksələrini. Bunu götürə bilərəm. Nə idi o? Bu işarə əvəzi sifət əvəz edib, mən şəxs əvəzi ism əvəz edib. Elə səni kənd bələdiyyəsinə, bu elə ədatda əvəzlik deyil. O şəxs əvəzliyidir. Xanı göründə sakitcə baş endirdi, amma xan heç ona tərəf baxmadı. Ona burada ikisi də eyni əvəzlikdir. Onlar burada 1, 2, 4. Diksiya və redaksiya sözlərinin fonetik təhlili ilə bağlı fikirləri müəyyən edin. Hər iki söz yazıldığı kimi düzgün fikirləri tələffüz edilir. Bəli, diksiya, redaksiya. Hər iki sözdə bütün hecalar samitlə bitir. Diksiya, xeyir. Hər iki sözdə t və q samitlərinin qarşılığı var. Burada k-dır, d-dır. T-nın qarşılığı d var. Diksiya, burada da k. Bəli. Hər iki sözdə qarşılığı olmayan samit işlənib. Deməli, bunda yoxdur, bunda işlənib. Hər iki sözdə kar samiti eyni saydadır. Baxaq görək. K-dır, s-dır. Burada da k-dır, s-dır. Bəli, düzdür. Gəlin baxaq. Nümunə ilə bağlı yanlış fikirlər istəyir bizdən. Baxaq görək. Bircə şamama da bitirmədi yer, çayır yorğan kimi örtdü torpağı. Sədrin muradına yetirmədi yer, qazancı nə oldu? Elin danlağı. Müxtəlif köməkçi niksələrinə aid nümunə işlənib. Bircə şamama, bircə, ikicə, burada c ədatdır. Çayır yorğan kimi örtdü torpağı. Kimi qoşmadır. Müxtəlif niksəsinə aid köməkçi niksələri işlənib. Bütün feillər məlum növdə xəbər şəklində keçmiş zamandadır. Deməli, məlum növdə bitmək, bitirmək keçmiş zamanda, örtdü keçmiş zamanda, yetirmədi keçmiş zamanda,
Nə deyir? Xəbər şəklində zaman var, keçmiş zamandadır və məlum növdədir. Qazancı nə oldu? Yəni düz deyir də. Yetirmək, bitirmək, örtmək, sonra başqa feillər varmı? Hə, düz deyir də. Bu nə səhv olsun ki? Mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün saiti düşən isim işlənib. Mənsubiyyət. Sədri muradına kimi sədri yetirmədi. Mənsubiyyət yox, hal qəbul etdiyinə görə nə deyir burada? Hə, daha doğrusu başqa nə var? Mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün saitini düşürən isim. Bitirmədiyi, çayır, sədr özü belə yazılır. Sadəcə sədri belə olacaq. Burada i yoxdur ki. Muradına yetirmədi. Qazancı nə oldu? Elin danlağı. Belə bir şey yoxdur. Bu səhvdir. Sözlərdən yalnız ikisi quruça düzəltmədim. Baxaq hələ. Bitmək, bitirmək. Sonra çayır, yorğan kimi örtdü torpağı. Yetmək, yetirmək. Qazancı nə oldu? Elin danlamaqdan danlaq. Danlamaq, danlaq. 2 dənə yox axı, 3 dənə işlənib. 3-ü götürəcəm, 4-ü götürəcəm. İsimlərdən 4-ü təhsili haldadır. Şamama da, şamamanı da bitirmədi. Çayır, yorğan kimi örtdü torpağı. Nəyi? Torpağı 2. Sədri 3. Qazancı, onun qazancı nə oldu? Elin danlağı, elin yeri, elin danlağı mənsubiyyət adlı. Burada mən 3 dənə. 1, 2, sonra 3 dənə gördüm. 4'ü yox, 3'ü. 3, 4, 5 olacaq. Vaxt aparan suallar. Gəlin buna baxaq. Verilmiş cümlələrdə zərflə bağlı doğru fikirləri müəyyən edin. Gülər irəli atılaraq həyəcanla anasını səslədi. Üçbucaqda nə deyir? Deyir, yer zərfi şəxsə və kəmiyyətə görə dəyişə bilməyən feilə aiddir. İrəli atılaraq, aha düz deyir. Doğruları istəyir də. Feili bağlamaya aiddir. Düz deyir. Biri niyə götürməyək? Tərz hərəkət zərfi quruca sadə deyil. Axı həyəcanla düzəltmədir. Bu getdi. Əkindən sonra yağan yağışlar məhsuldarlıq xeyli artırdı. Əkindən sonra bu qoşmadır. Burada xeyli miqdar kəmiyyət zərfidir. Zaman zərfi quruca sadə olan bu zaman zərfi yoxdur. Kəmiyyət zərfi düzəltmə feili izah etdi. Artmaq, artırmaq, bəli. 1'i götürəcəm, 4'ü götürəcəm. İndi uzaq üfüqdə indini götürəcəm. Dağlar qara səmanları getdikcə dəyişirdi. Getdikcə, yeridikcə yox ki, bunu götürək zərf kimi. Zaman zərfi məlum növdə olan feilə aiddir. İndi qaralır, qaralır, bəli. 5'i götürəcəm, 1, 4, 1. Cümlədəki hər iki zərf düzəltmə feilə aiddir. Dəyişirdi. Bu sadə feildir axı. Bu düzəltmə feil deyil. Ona görə cavab olacaq 1, 4, 5. Yəni bu sualdır. Sadə cümlənin şəxsə görə növlərlə bağlı uyğunluğu müəyyən edirik. Adıq cümlə, qeyri-müəyyən şəxsi cümlə, müəyyən şəxs. Mavi Xəzərdən qopub gələn ilıq səhər mehi 1'ə getsin. Onun bu sözləri sanki hamını ofsunlanmışdı. Ofsunlanmışdı nə? Onun sözləri. 2'yə getsin, daha doğrusu 3'ə getsin. B. Mübtəda var. Şirniyyat süfrəsi açmaq üçün müxtəlif çeşidli qənnadı məhsullarını istifadə edirlər. Kim? Onlar. Bunu götürəcəm. Deməli, 2'yə gedəcək. C variantı. Komissiyanın yekun qərarını açıqlamaq üçün Əli müəllimə söz verdilər. Kim söz verdi? Onlar söz verdilər. Deməli, 2'yə getsin. D-da. Soyuq qış günlərindən biri idi. Bu şəxsiz cümlədir. Bu heç birinə getməyəcək. Vəssalam. Ümid edirəm ki, faydalı olar. Yəni, nəsə nəzərimdən yayına bilər. Yəni, baxmamışam suallara ilə izah edərək gördüm. Ola bilər ki, nəsə üst-üstə düşməyə bilər. Təkrar baxa bilərik sonra. Hər kəsə uğurlar.